Eğer bugünkü günde bunlar istəyirlər ki, yenə bizləri versinlər qabağa, yenə bizi, hatta bizim vətənimiz olan, bizim tarixi vətənimiz olan, bizim torpağımızla İrana qarşı bizim övladlarımızı çıxarsınlar, bu baş tutmaz. Hansı talışla gedib İrana qarşı vuruşsa və İrana güllə atsa, biz onu şahid yox, meyid yox, onu murdar adlandıralım. Ona göre ki, İran bizim vətənimizdir. O talışın qanında, talış qanı olmaz ki, o İrana qarşı silah qaldırsın. Rus bilir ki, bura İranın torpağıdır. Mən onun güclə haçansa almışam. Rus bunu başa düşür. Və Ruslar məni özləri deyirlər. Deyirlər ki, biz onda böyük səhv eləmişik. Bu torpaqları ayırmış İrandan. Və orada 3 tane dövlət əmələ gəlmiş. Yəni dövlətlər bizim başlarımıza bəla olublar. Ən xüsusilə Azərbaycan başımıza bəla olub. Özləri deyirlər. Mən bunu demirəm ki. Bunlar hansı ağılla belə edirlər, mənim başım çıxmır. Eləyirlər, mən Allah'a şükür edirlər. Bu olsun. Biz artıq neçə vaxtdır, neçə illərdir deyirik, əksilər. Biz tanışda İranlıyıq. Biz orada bizi vermişsiniz kiməsə. Kimisə ixtiyarına. Bizim dilimizi, dinimizi, adımızı, torpağımızı, her şeyimizi alırlar. Bizim hatta namusumuzu alırlar, xəyanət edirlər. Bizim namusuna hatta bunlar xələl gətirirlər. Bu cür məsələlər var, her şey demək olmur. Bu biabırçılıqdır. Başında papaq gəzdirən tanış bugün əgər onların tərəfini saxlayırsa, Allah onu kəssin. Çünki o öz anasının, bacısının, namusunun, qeyrətinin düşmənidir. Əgər bugünkü gündə İranla bu müharibə olsa, mən 60 yaşlı insanam. Mən öz canımı güllə qabağına verəcəm. Gedib İran yolunda buluşacağım. Və mənim ki, milyonlarla tanışlar var. Həm İran tərəfdə, həm bu tərəfdə. Ona görə biz taşlayıq öz vətənimiz üçün, öz vətənimizə qayıtmaq istəyirik. Məsələ